dinləyicilər, əziz müəllimlər və dəyərli məktəb ailəmiz. Gələcəyin işığı FM-in bugünkü buraxılışında hər birinizi səmimi qəlbdən salamlayıram. Mən məktəbimizin 7A sinif şagirdi Qurbanzadə Zəhra. Bugün sizə insan həyatında məktəbin və müəllimin rolundan danışacağam. Bu mövzu yalnız təhsil sahəsi ilə məhdudlaşmır. Həm də şəxsiyyətin, əxlaqi dəyərlərin, gələcək uğurların və cəmiyyət üçün məsuliyyət hissinin formalaşmasında aparıcı amildir. Hər birimizin həyatında məktəb yalnız bilik məkanı deyil. Məktəb insanın şəxsiyyətini, dünya görüşünü, davranış və qərar qəbul etmə bacarıqlarının inkişaf etdiyi, həmçinin sosial bacarıqların formalaşdığı bir təməl institutdur. Statistik tədqiqatlar göstərir ki, məktəbdə formalaşan şəxsiyyət daha sosial məsuliyyətli, problem həll etmə bacarığı yüksək və analitik düşüncəyə malik olur. Müəllimlər bu prosesin ən vacib bələdçiləridir. Onlar təkcə fən biliklərini ötürmür, həm də öyrənmə motivasiyasını artırır, etik və estetik dəyərləri aşılayır, şagirdin şəxsiyyətini inkişaf etdirir. Pedaqoji elmlər göstərir ki, müəllimin nümunəsi şagirdin dünya görünüşünün formalaşmasında 60-70% təsir gücünə malikdir. Hər bir uğurlu şagirdin arxasında onun şəxsiyyətini dəyərləndirən, ilham verən və yönləndirən bir müəllim dayanır. Məktəb və müəllim həyatımızda akademik biliklərlə deyil, həm də sosial bacarıqlarla təmin edir. Burada əməkdaşlıq etməyi, komanda daxilində fəaliyyət göstərməyi, empatiya və hörmət prinsiplərini öyrənirik. Tədqiqatlara görə, məktəbdə inkişaf etmiş sosial bacarıqlara malik olan gənclər həm akademik, həm də peşəkar həyatda daha uğurlu olurlar. Müasir dövrdə müəllimlərin rolu təkcə bilik ötürücüsü olmaqdan çıxır. Onlar həm də mentor, rəhbər, innovator və sosial dəstəkçi kimi fəaliyyət göstərirlər. Təhsil psixologiyası göstərir ki, müəllimlərin şagird motivasiyasını artırmaq bacarığı onların öyrənmə prosesindəki effektivliyi artırır. Hər bir təşviq, hər bir məsləhət, hər bir nümunə şagirdin iradəsini və öyrənmə həvəsini gücləndirir. Məktəb və müəllimlər həm də yaradıcılığın, təfəkkürün və intellektual inkişafın əsas mənbəyidir. Burada şagirdlər problem həll etmə bacarıqlarını, analitik düşüncəni, elmi yanaşmaları öyrənirlər. Bu bacarıqlar həyatın bütün sahələrində uğurun əsasını təşkil edir. Araşdırmalar göstərir ki, təhsildə düzgün yönləndirilmiş fərdlər yeni bilikləri daha sürətlə mənimsəyir və onları cəmiyyət üçün tətbiq etməyi bacarırlar. Məktəb həmçinin əxlaqi və milli dəyərlərin öyrədildiyi məkandır. Burada insanlığa, əməksevərliyə, ədalət və vətənpərvərlik prinsiplərinə hörmət öyrədilir. Statistik araşdırmalar göstərir ki, bu dəyərləri mənimsəmiş gənclər gələcəkdə cəmiyyətdə fəal və məsuliyyətli vətəndaş olurlar. Müəllim yalnız fən biliklərini deyil, həm də həyat dərslərini öyrədir. Onlar şagirdlərdə öyrənmə həvəsini, yaradıcı təfəkkürü, əxlaqi məsuliyyəti inkişaf etdirir. Hər bir müəllimin nümunəsi və tövsiyəsi şagirdin gələcək uğurlarında həll edici rol oynayır. Məktəb həmçinin sosial təcrübə laboratoriyasıdır. Burada əməkdaşlıq, qərar vermə, qarşılıqlı hörmət, komanda işi və problemlərin həlli bacarıqları formalaşır. Bu bacarıqlar həyatda uğurlu olmaq üçün vacibdir. Statistik göstəricilər də göstərir ki, məktəbdə sosial bacarıqları inkişaf etmiş gənclər həyatın müxtəlif sahələrində daha uğurlu və sosial cəhətdən aktiv olurlar. Hər birimiz məktəb və müəllimlərin bizə verdiyi bilik, bacarıq və dəyərlərdən ilham alaraq gələcəyimiz üçün məsuliyyət hissi ilə çalışmalıyıq. Təhsil yalnız fərdi uğur deyil,
həm də cəmiyyətin inkişafı üçün vacib amildir. Məktəb və müəllimlər bizə yalnız bilik vermir, həm də həyatda düzgün qərar verməyi, düşünməyi, öyrənməyi və yaratmağı öyrədir. Hörmətli dinləyicilər, əziz məktəb ailəsi. Bugünkü verilişimizdə burada yekunlaşdırarkən bir daha qeyd etmək istəyirəm ki, məktəb və müəllimlər həyatımızın əvəzsiz dayaqlarıdır. Mən Qurbanzadə Zəhra, Gələcəyin İşığı FM-in bugünkü buraxılışına qulaq asdığınız üçün hər birinizə təşəkkür edirəm. Arzu edirəm ki, məktəb və müəllimlərin sizə verdiyi bilik və dəyərlər həyatınıza işıq saçsın. Hər biriniz uğurlu, məsuliyyətli və savadlı vətəndaşlar olaraq cəmiyyətimizdə layiqincə yerinizi tapasınız. Sağ olun, sağlam olun, öyrənməyə və inkişaf etməyə davam edin.